12 apreldə imtahan verənlər videonu diqqətlə dinləsin. 5 apreldə imtahan verən şagirdlərimizin etdiyi bəzi səhvlərdən yola çıxaraq sizlərə bəzi məsləhətlərimiz olacaq. Diqqətlə izləyin ki, siz də bu səhvləri etməyəsiniz. Sırasıyla birinci məsləhətimiz. İmtahan keçirilən yerə yarım saat 40 dəqiqə kimi tez gedin. Bu sizin imtahan ab-havasına öyrəşməyinizə vəsilə olacaq. İkinci olaraq, ən əsas qaydalardan biri. Görürük ki, bəzi imtahanda səhv suallar olur, çətin suallar olur. Yəni, bu artıq klassikləşmiş bir məsələdir. İmtahanda sualı yaza bilmirsinizsə, o sual üzərində çox vaxt itirməyin. Keçin o sualı, sonra yenidən baxarsınız. Bu sizin asan sualları daha rahat yazmağınıza kömək olacaq. Çətin suallarda vaxt qaldıqda sonda yazarsınız. Üçüncü məsləhətimiz. Birinci, hansı fənni yaxşı bilirsinizsə, o fəndən başlayın ki, rahat şəkildə yaza biləsiniz. Tutalım, yaxşı bildiyiniz fən çətin düşüb imtahana, o zaman o fənnə dəyməyin. Ondan sonra yaxşı biləcəyiniz fənnə keçin. Bu, riyaziyyat olsa, lap gözəl olar. Başqa məsləhətlərim isə, imtahanda həyəcanlanmayın, nəzarətçi ilə çox söhbət etməyin, çünki bunların hamısı vaxt itkisidir. Nəzarətçi isə ilişərsə, nəsə bir yersiz bir irad və s. bildirərsə, fikir vermədən testlərinizi işləməyə davam edin. Bu arada şərhlər bölməsində hansı məktəbə düşdüyünüzü qeyd etsəniz sevinərəm. Növbəti videolarda görüşmək üzrə.